Öz biznesini qurmaq istəyənlər üçün 11 mühüm addım. Düz görürüz, 11 mühüm addım. Nəzərə çatdım ki, istənilən bir normal insan, deyək ki, siz özünüz istəyirsiniz ki, öz biznesinizi qurasın. Və buna nə lazımdır? Buna lazımdır ki, insanın biznes planı olsun. Biznes planı üzrə hərəkət etsin. Bugün mən çalışaram 11 mühüm addımlar, 6'sını sizə izah edeyim. Təbii ki, biznes qurmaq üçün mühüm addımlar çoxdur. Gələcək seminarlarınızda mən onu sizə izah edəcəm. Hər bir normal insanın öz istəyi, öz arzusu var və öz biznesini qurmaq istəyənlər çoxdur. Tanıdığım bir çox şirkətlər var ki, yarandığı gündən sonra 6 ay, maksimum 1 ildən sonra iflasa olur. Nəyə görə? Çünki bunların sağlam biznes planı yoxdur və ümumiyyətlə onların bu 11 addımdan xəbərləri belə yoxdur. Nəzərdə çatdığım ki, onu sizə qeyd etmək istəyirəm ki, hər bir insan təbii istəyir. Sadəcə olaraq bu 11 punktdan 6'sını bu dəfə sizə izah edir. Birinci punktda diqqətlə fikir verək. İnsan öz-özünə sual verməlidir. Niyə öz işimi qurmaq istəyirəm? Nəyə görə qurmaq istəyirəm? Çünki insan öz azadlığı üçün, yəni öz rahat yaşamaq üçün istəyir ki, öz biznesini yaratsın və istədiyin bir şeyləri də həyata keçirsin. İkinci punkta nəzər salaq. Əgər siz istəyirsiniz öz biznesini həyata keçirirsiniz, təbii ki, istənilən sferasından asılı olmayaraq, yəni həmin mühitdə bazarı analiz eləməlisiniz. Diqqətlə fikir edin, bazarda nə qədər yaxşı əlaqələr var? Əgər sizdə bazarda, istənilən bir bazarda yaxşı əlaqələriniz olsa, yəni siz bu bazarı yaxşı tanısanız, öz biznesinizi yaxşı inkişaf etdirə bilərsiniz. Üçüncü punkta nəzər salaq. Rəqiblər kimlərdir? Üçüncü punkta 5-ci punktu sizə izahlayayım. Rəqiblər kimlərdir? Rəqiblərdən fərqli nə edə bilərəm? Təbii, rəqiblər kimlərdir? Rəqibləri tanımaq lazımdır və onların işini çox gözəl bilmək lazımdır ki, onların mənfi və müsbət xüsusiyyətləri bilmək lazımdır ki, onların müsbət xüsusiyyətlərindən nəsə əldə edə bilərsiniz. Yəni, rəqiblərdən fərqli nə edə bilərəm? Təbii, rəqiblərdən daha rəngarəng nə isə eləməlisiniz ki, sizi bazarda tanısınlar. Bunu bilməlisiniz ki, hər zaman rəqiblər var və rəqiblər olacaq. Əgər rəqiblər varsa, siz də inkişafa doğru getməlisiniz. Gəlin 4-cü punkta nəzər salaq. Nə qədər sərmayə ehtiyacım var? Bu bəllidir. Yəni, əgər normal, sağlam düşüncəli insan kiçik məbləğlərlə pul yatırarsa biznesinə, bunu, yəni, həyatda istədiyi bir şeyi əldə etməsi üçün bu bilir ki, bu kiçik sərmayə ilə buna uzun müddət vaxt lazımdır. Ki, əgər məbləğ kiçikdirsə, təbii ki, ən azından bir neçə il lazımdır ki, bu istədiyini həyata keçirə bilsin və istədiyini əldə edə bilsin. Yox, əgər sərmayə böyüdürsə, təbii qısa zaman ərzində siz istədiyinizi əldə edə bilərsiniz. 6-cı punkta nəzər salmaq istəyirəm. Yəni, quracağın işini necə izah edə bilərəm? İnsan ilk öncə bu planları qurandan sonra öz-özünə sual verməlidir. Necə qura bilərəm, necə edərəm, harada edərəm, nə zaman edərəm və zamanı nədir, məkanı nədir? Bunları aydınlaşdırmalıdır. Mən sizdən ayrılıram. İkinci hissəni